Əziz müsəlmanlar, hamınızı Allahın salamı ilə salamlayıram. Biz Peyğəmbər sallallahu əleyhi və səlləmin həyatına davam edirik və müşriklərin Peyğəmbər sallallahu əleyhi və səlləmin dəvətinin necə mane olduğu barədə axırıncı dəfə danışırdıq. Yəni oradan davam edərək müşriklərin daha bir şübhə ortaya atdıqlarını, Allahın elçisi olduğunu iddia edən bir kimsə şahlar kimi olmalıdır. Onlar kimi saraylarda yaşamalı, varlı olmalı, çoxlu xidmətçi və nökərlərə sahib olmalıdır. Amma Məhəmməd gündəlik yaşayışı üçün bazarlara çıxan sıravi bir insandan başqa bir kəs deyil. Heç belə peyğəmbər olar? Bu necə peyğəmbərdir ki, yemək yeyir, bazarları gəzib dolaşır. Məgər ona özü ilə birlikdə qorxudan və onun həqiqi peyğəmbər olduğunu təsdiq edən bir mələk göndərilməli deyilmi? Yaxud ona bir xəzinə endirməli və ya ondan onun meyvəsindən yeyib dolanmaq üçün bir bağı olmalı deyildimmi? Zalimlar, müşriklər möminlərə dedilər: Siz ancaq ovsunlanmış, buna görə də ağlını itirmiş bir adama tabi olursunuz. Furqan surəsi 7-8-ci ayə. Bilindiyi kimi Rasulullah sallallahu əleyhi və səlləm kiçik, böyük, zəif, güclü, sadə, mühüm, qul, azad bütün insanlara göndərilmişdi. Əgər hökmdar kimi yaşasaydı, insanların ondan istifadə etməsi çətin olar. Sadə xalq kütləsinin içərisinə girə bilməzdi. Ona görə də o, sallallahu aleyhi və səlləm, sadə insanların içərisindən çıxmış və həmişə onlarla bərabər olmuşdur. Onlar öldükdən sonra dirilib hesaba çəkilməyi də inkar edirdilər. Onlar bunu sadəcə ağıllarına sığışdıra bilmirdilər. Məgər biz öldükdən, torpaq və sürsümük olduqdan sonra dirildiləcəkmi? Eləcə də bizdən əvvəlki atalarımız dirildiləcəklərmi? Əs-Saffat surəsi 7-8-ci ayə. Onlar deyirdilər: Məgər biz ölüb torpaq olduqdan sonra yenidən diriləcəyik? Bu həqiqətən uzaq qeyri-mümkün bir qayıdışdır. Qaf surəsi 3-cü ayə. Həmçinin kafirlər öz aralarında Peyğəmbər əleyhissalama istehza edərək bir-birinə dedilər: Sizə parça-parça olub dağılandan, çürüyüb torpağa qarışandan, sonra yenidən yaradılacağınızı, dirildiləcəyinizi xəbər verən bir adam göstərəkmi? Görəsən o Allaha qarşı özündən yalan uydurur, yoxsa bir dəlilliyi var. Səba surəsi 7-8-ci ayə. Hətta istehza ilə belə bir şeir də qoşmuşdular: Ölmək, sonra dirilmək, sonra hesaba çəkilmək. Yox, bu cəfəngiyatdan başqa bir şey deyil. Ey Ummu Amr. Subhanallah. Görürsünüz, şeir də yazıblar istehza etmək üçün. Quran-ı Kərim onların bu iddialarından dünyada baş verən haqsızlıqların cəzasız qala bilməyəcəyini önə çəkərək rədd etdi. Çünki zalim etdiyi zülmün cəzasını, məzlum isə ona zülm edəndən haqqını almadan ölür. Əməli salih insan əməllərinin mükafatını, günahkar isə cəzasını almadan dünyadan köçür. Əgər öldükdən sonra yenidən dirilmək, əməllərin qarşılığını almaq və əbədi həyat olmasaydı, tərəflər arasında fərq olmazdı. Əksinə zalim və günahkar ən xoşbəxt insanlara çevrilərdi. Bu tamamilə səhv düşüncədir. Çünki Allah Teala öz nizamını fəsad üzərində qurmaz. Məgər biz müsəlmanları kafirlərlə eyni tutacağıq? Sizə nə olub, necə mühakimə yürüdürsünüz? Qələm surəsi 35-36-cı ayələr. Yoxsa bizə iman gətirib yaxşı işlər görənləri yer üzündə fitnə fəsad törədənlərlə eyni tutacağıq? Yaxud Allahdan qorxub pis əməllərdən çəkinənləri günahkarlara tay edəcəyik. Sad 28. Başqa bir ayədə isə yoxsa dünyada pis əməllər edənlər, axirətdə onlara iman gətirib yaxşı işlər görənlərlə bir tutacağımızı, onların həyatlarının və ölümlərinin eyni olacağını güman edirlər. Onlar nə pis mühakimə yürüdürlər. Casiyə 21-ci ayə. Bu inancı ağıllarına sıxışdıra bilmədiklərinə gəlincə, Allah Teala
Quranın bir çox yerində onlara tutarlı cavab verir. Sizi yaratmaq çətindir, yoxsa göyü ki Allah onu yaratdı. Naziyyat 27-ci ayə. Məgər onlar göyləri və yeri yaratmış və onları yaratmaqdan yorulmamış, Allahın ölüləri də diriltməyə qadir olduğunu görüb anlamırlarmı? Bəli, o hər şeyə qadirdir. Əhqaf surəsi 33-cü ayə. And olsun ki, siz ilk yaradılışı, dünyaya necə gəldiyinizi bilirsiniz. Elə isə sizi yenidən diriltməyə qadir olduğumuz barədə heç düşünürsünüzmü? Sizi yenidən diriltməyə qadir olduğumuz barədə heç düşünmürsünüz? Əl-Vaqiyə surəsi 62-ci ayə. Bu iş onun üçün çox asandır. Rum surəsi 27. Görürsünüz, hər dəfə Allah cavab verir. Hər dəfə sual verir başqa bir surənin ayəsində, başqa bir surənin ayəsində həmin sual verdiğini özü cavab verir. O gün insanları ilk dəfə yoxdan yaratdığımız kimi qaytarıb, dirildib, əvvəlki halına salarıq. Ənbiya surəsi 104-cü ayə. Məgər biz ilk yaradılışdan acizmi qaldıq? Əl-Qaf surəsi 15-ci ayə. Allah Taala müşriklərin iddia etdikləri hər bir şübhə müqabilində ağıl sahibinə kifayət edən əsaslı dəlillər göstərdi. Lakin onlar yer üzərində fəsad törədən və təkəbbürlüklərini davam etdirdilər. Subhanəkəllahumma və bihamdik, əşhədu an la ilahe illə ənt, əstəğfiruka və etûbu ileyk.